Uzunmüddətli əmək fəaliyyəti və artan yaş səbəbindən insanlar səbirsizliklə pensiya vaxtını gözləyirlər. Son dövrlər isə güzəştli şərtlərlə pensiya hüququnun kimlərə şamil olunması məsələsi daha da aktuallaşıb. Əmək pensiyaları haqqında qanunun 8-ci maddəsinə əsasən çoxuşaqlı ailələrdə analar, bir sıra hallarda isə atalar 5 il tez pensiyaya çıxmaq hüququna malikdirlər. Bu isə o deməkdir ki, analar 64 yaşında deyil, 59 yaşında pensiya hüququ qazanırlar. Praktik olaraq analar bu hüquqdan istifadə etmədiyi halda ataların bu hüquqdan istifadə etmək imkanları var. Çoxuşaqlı ailələrin yanaşı eyni zamanda məhz qanunun 9-cu maddəsində bir sıra vətəndaşlarımızın həm 5 il, bəzi hallarda da 20 il daha tez pensiyaya çıxmaq hüququ yaranmışdır. Belə ki, incə sənəd daxil olmaqla bir sıra sektorlarda çalışan vətəndaşlarımızın işlədikləri müddətdən asılı olaraq onların pensiya yaşı 5 il azaldırır. Bu, xüsusən də zərərli və ağır sektorlarda çalışan vətəndaşlarımızda kişilər üçün 12 il yarım iş stajı olursa, qadınlarda 10 il iş stajı olursa, bu halda onların pensiya yaşı 5 il azaldırır. Güzəştli şərtlərlə pensiya əldə etmək hüququ şamil olunanların siyahısı bununla da bitmir. Bəzi sahələr var ki, orada çalışan vətəndaşların da vaxtından tez pensiyaya çıxmaq hüququ var. Aviasiyada, eləcə də mülki aviasiyada çalışan vətəndaşlarımız üçün də pensiya yaşının azaldılması nəzərdə tutulub. Həm vətəndaşlarımız da pensiya daha tez çıxmaq hüququna malikdirlər. Eləcə də bir sıra xəstəlikləri olan vətəndaşlarımızda pensiya yaşının 20 ilədək azaldılması nəzərdə tutulub. Bu, o deməkdir ki, həm vətəndaşlarımız praktik olaraq pensiya yaşı tamam olmadan, yəni pensiya 65 deyil, 45 yaşında pensiya çıxmaq hüququna malik olurlar. O cümlədən bəzi dövlət qurumlarında çalışan vətəndaşlarımız üstündə güzəştli pensiya hüququ müəyyənləşib. Onu da vurğulayaq ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən kişilərin pensiya yaşı hazırda 65, qadınlarda isə 64-dür. Bu rəqəm hər il 6 ay artırılır. Salatın Pirmuradova, Qəhrəman Məmmədov, Telesəhər.